Gözəl Göyçayımın gözəl kəndlərindən biri olan Bığır kəndi. Narın məskəni, narın kralı. Ən gözəl narların məskəni Göyçayın Bığır kəndi və xoş gəlmişik. Əsas məsələ. Burada belə gözəl bir mənzərəmiz var. Deməli, bunları belə bir plyonkalara keçirdilər biz tərəflərdə. Bunun da səbəbi nədir? İndi soruşacaqlar cəmaət. Həm quş dəyməsin, həm yağış dəyib, belə partlayıb eləməsin. Əslində bu formada olanda nar məsələn böyüyür, dekabra qədər qala bilər. Həm yağış dəymir, həm də gözəl formada qalır. Yəni günəş vurur, havası da gedir. Amma yəni əlavə onun üstünə çatdağıdır, yağışıdır, nə bilim, dolusudur və s. dəymir. Qəşəng də qalır. Dekabra, yanvara qədər belə hətta qaldığı olur. Bəli. Bu günlərdə nar yeməkdən bir təhər olarıq ki, mən narın ancaq suyunu xoşlayıram. Dənəsini sevmirəm. Baxmayaraq ki, özüm də yerliyəm. Göyçay, amma Bığırdan deyiləm, amma Göyçaydanam. Nəysə, xoş gəlmişik. Xoş da görərik inşallah. Mahnı var idi. Nətər yadımdan çıxır belə momentdə mənim o mahnıların sözləri. Qubanın ağalması, Göyçayın narı gözəl. Hə, bax, həmən söhbət. Hələ burada şirin nar da olmalıdır. Belə ağ rəngdə. Şirin narı da var Göyçayın. Sizi gözəl səsimdən məhrum eləyəcəm. Mən gedirəm meyvə yeməyə.